Bir yoldaş İlham Əliyevin ad günü münasibəti ilə ailə üzvləri ilə çəkdirdiyi şəkli mənə göndərib və yazıb ki, bəy fikir verirsən, İlham Əliyev və ailəsi evdə ayaqqabı ilə gəzir. Açığı bu məsələ mənim də bir neçə il əvvəl diqqətimi çəkmişdi. İniş il idi, nə vaxt idi? Mən də görmüşdüm ki, onlar evlərindən, mənzillərindən çəkdirdiyi şəkildə ayaqqabı idilər. Amma bu bir seçimdir. İndi mən bəyənməsəm də seriallardan falan da görürsünüz də Avropada bir çox adamlar ayaqqabı ilə gəzir evdə. Mən bəyənmirəm, amma bəyənə bilən adamlar olar. O dostuma da dedim, o yoldaşa da dedim, buradan ictimaiyyətə də deyirəm ki, məni daha çox narahat edən İlham Əliyevin ailə üzvlərinin mənzillərində ayaqqabı ilə gəzməsi deyil. Əsas düşünüləsi, üstündə fikir yürüdüləsi məsələ odur ki, onlar millətin belində gəzirlər. Ayaqqabı ilə, ayaqqabsız. Millətin təpələrində də onların ayaqları. Bu məsələ bizi narahat etməlidir. Və ən dəhşətlisi, ən düşünüləsi məsələ odur ki, millətə əzən o ayaqları öpən, yalayan bir sürü insanımız var ki, sırya düzülüb. Bax, bunlar üzərində biz kəllə yormalıyıq.